Stephen King'in It filmi düşünürəm ki, sadəcə mənim travmam deyil. Çünki mən bu filmi uzun müddət izləyə bilməmişdim. Baxmayaraq ki, King'in çox böyük heyranıyam və qorxu filmlərinə də marağım var. Oradakı Pennywise klon obrazından sonra əslində yəni klonlar uşaqları əyləndirmək üçün hətta onların özəl günlərinə dəvət edilən, qrimlənən obrazlar olurlar. Amma bu filmdən sonra klon obrazına bir fobiya yaranmışdı və bir çox əslində ətrafımda da insanlarda görmüşəm. Bir də oyuncaqlarla bağlı belə bir film çəkmişdilər, real hadisələrə əsaslandığı iddia edilən. O filmdən sonra da oyuncaqlara qorxu yaranmışdı. Bu filmi King həqiqətən, yəni boşuna deməyiblər ki, qorxu filmlərinin dahisidir. Həqiqətən adam Kingdir, kraldır. Deməli bu filmdə bizə 7 uşaqdır və bunların yetişkinlik dönəminə keçdiyi dönəmdəki qorxuları, yəni uşaqlıq qorxuları ilə tanış oluruq. Hansı ki, o klonda, Pennywise'da bu uşaqlarının hər birinə müxtəlif formalarda görünür. Yəni o uşaqların zəif nöqtələrini bilir, qorxduğu şeyləri bilir, o formaya bürünür, onların qorxusunun şəklini alır və onların qarşısına çıxır. Bu filmdə əsasən tək-tək əslində uşaqların qorxularını düşünürəm ki, haqqında danışmalıyam. Baxanda həqiqətən normalda anlamadığım yerlər olur, gedib analizlərə baxıram, anlamadığım hissələr. Bu filmi demək olar ki, hər bir detalını artıq qorxu filmlərini belə deyim, bildiyim üçün, çox filmlərə baxdığım üçün bəlkə də at mətnləri oxuya bilirsən. Məsələn, bu filmdə başlanğıcda biz görürük ki, uşaq qardaşını, az yaşlı qardaşını, bu arada adları yazmışam, Bill kiçik qardaşı gəmi düzəldir, oynamağa gedir və daha sonra onu itirir. Bu böyük ehtimalla itmiş uşaqları, yəni Amerikada da biz bilirik ki, o vaxt Children of Bodom var, Finlandiyalı metal qrup, onlar da o itmiş bu hadisələrlə bağlı araşdırılır və uşaqlar da tapılmır. Yəni o mövzularla əlaqəli olduğunu düşünürəm. Hansı ki, Bill bu hadisədən sonra sevdiklərini itirmə qorxusu yaranır onda və eyni zamanda da günahkarlıq psixologiyası yaranır. Çünki o qardaşını bəlkə də fikirləşir ki, göndərməsəydi, bu hadisələr olmayacaqdı və yaxud da ki, qoruya bilmədi. İlk dəfə Pennywise'ı burada görürük, o kiçik uşağı danışır və daha sonra onu quyuya çəkir və uşağın itdiyini görürük. Təbii ki, bu bir əfsanədir. Yenə də deyirəm, Pennywise əslində bizim qorxularımızdır, uşaqlıq qorxularımızdır. Və uşağı çəkəndən sonra ilk Billin qorxusu ilə tanış oluruq burada. Daha sonra məsələn kök uşaq var, o hansı ki bu filmdəki o uşaqlardan yaşca böyük olan uşaqların bullyinginə məruz qalır. Hətta onun qarnına adının baş hərfini yazırlar, şiddət göstərirlər, sırf görüntüsü ilə bağlı. Bu uşaq əslində bu qəsəbədəki itkiləri və yaxud da ki, hekayələri araşdırır, otağına uşaqlar oyun girəndə görürük. Kəsin araşdırmacı bir yönü var. Və bunun da özünə məxsus qorxuları var. Hər kəsin dediyim kimi qorxuları fərqli şəkildədir. Sonra orada bir Yəhudi uşaq var idi, hansı ki, atası davamlı olaraq onu sinagog aparır və orada Tövrat oxutdurur. Bu uşağın da qorxusu o dini məbəddə gördüyü bir deformasiyaya uğramış bir qadın rəsmi görür və ondan sonra qorxu yaranır. Daha sonra ən çox diqqətimi çəkənlərdən biri deməli hipokondriya var, xəstəlik xəstəsi. Yəni sən bir insanı inandıra bilmirsən ki, Gogolun yoxsa unutdum. Yəni belə bir hekayə də var, hansı ki, teatrda var bunun. Yəni bu tibdə olan bir xəstəlikdir. Heç vaxt inandıra bilmirsən ki, sən xəstə deyilsən. Fizioloji olaraq heç bir şey olmur, müxtəlif testlər eləyirsən. Yəni hər tərəfli izah edirsən ki, sənin bir xəstəliyin yoxdur, amma o deyir ki, yox, mənim xəstəliyim var. Sadəcə olaraq həkimlər bilmir, həkimlər mənim xəstəliyimə ad verə bilmir. Hipokondriya bu arada budur. Buradakı uşaqlardan birində hipokondriyaya meyillilik görürük. Çünki onun anası bu qorxunu da formalaşdırıb. Anası davamlı olaraq viruslardan, yayılan xəstəliklərdən danışır o uşağı, çox qorumacı. Hətta bir səhnədə biz görürük ki, onun uşaqları gəlir, onun anası gəlir o uşağın digər uşaqları danlayır ki, siz mənim uşağımı, nə bilim, başını oynatırsınız və s. Hətta oradakı qıza da çox pis rəftar eləyir.
Yəni ananın bu qorumacı münasibətindən ötürü bu uşaqda da ipokondriya meyillilik görürük. Dediyim kimi o infeksiyalardan qorxur. Bu əslində tipik qorxu filmlərində, mövzularında, romanlarında bilirik ki, yəni insanların qorxularının yaranmasında əsas faktorlardan biridir. Yəni müxtəlif xəstəliklərdən, infeksiyonlardan qorxmaq. Bu da çox maraqlı, mənim diqqətimi çəkən detal idi. Daha sonra orada bir dənə Afro-Amerikalı tək bir uşaq var idi. O əslində kifayət qədər formalaşmışdı, amma onun da həm irqçiliyə məruz qalırdı Henry tərəfindən. O hansı ki, bu uşaqlardan yaşca böyük olur və sadist demək olar ki, bir uşaq olur. Çünki hətta mən bir film o səhnəni görəndə ən qorxduğum səhnə o idi ki, pişiyi götürüb güllələmək istəyirlər. Təbii ki, atası gəlir müdaxilə eləyir və o Afro-Amerikalı uşaq da cəmiyyət tərəfindən həm irqçiliklə məruz qalıbdı, mübarizə aparır, həm də məsələn o bir səhnədə gözünə o qorxuları yenidən görünür və o gizlənərək qarğa formasında, quş formasında deyim, özünü qorxudur. Əslində bunun da kökündə o 6 aylıqkən quşlar ona hücum eləmiş olur, dimdikləmiş olur. Yəni o uşaqlıqdan qalma, belə deyim, bizim xatırlamadığımız dönəmlərdən qalma travmaları tətikləyir. Və daha sonra başqa uşaqlar adlarını yazmışam. Bunu da dedi. Bir də orada qız var idi ki, bu qrupdakı tək yeganə qız idi və bu qızın hekayəsi əslində atası tərəfindən filmdən anladığım qədərilə əslində taciz görür öz atası tərəfindən. Bu filmdə ən təsirləndiyim səhnə qızın saç kəsmə səhnəsidir. Çünki həm qəsəbədə, yəni bullyingə məruz qalır. Bu arada məktəbdə də hətta ilk başlarda biz gördüyümüz bu qızı ilk gördüyümüz səhnədə məktəbdə digər qızlar tərəfindən bullyingə məruz qalır. Mən düşünürəm ki, bunun səbəbi əslində necə ki, digər uşaq kökdür deyə bullying görür, görünüşünə bağlı. Yəni bu qız da gözəl olduğu üçün belə başa düşürəm ki, digər qızlar həmcinsləri qadının kurdudur. Nəysə, digər həmcinslər tərəfindən də bullyingə məruz qalır. Tualet səhnəsində görürük ki, onun başına zibil tökürlər və qəsəbədə də onun haqqında dedikodular yayılıb ki, hər tərəfdən ki, o oğlanlarla öpüşür. Hətta atası da onu buna görə məsələn harasa gedib gəldiyini sorğuluyur və deyir ki, sən oğlanlarla görüşürsən, görüşdüyü oğlanlar da yəni buradakı uşaqlardır. O da deyir, onlar mənim dostlarım, uşaqlardılar. Amma buna görə onun adı çıxır. Və əslində bütün bu təzyiqlərə baxmayaraq da qız obrazı əslində mənim çox xoşuma gəldi. Çünki kifayət qədər yəni belə möhkəm xarakterli idi. Belə əzik bir tip deyildi bu uşaq. Qrupda yenə deyirəm, tək qız uşağıdır. Təsirləndiyim səhnəyə keçəndə deməli bu qız atasının münasibətini görürük. Ana yoxdur, ana obrazı yoxdur filmdə, bilmirik anası hardadır. Və atasının onu taciz elədiyini görürük. Bir səhnədə atası onun saçlarına toxunur, deyir çox gözəldir saçların. Daha sonra isə görürük ki, qızın adını yazmışam. Qız vanna otağına keçərək saçlarını kəsir. Yəni əslində həm iriyənmək kimi də algılaya bilərik bunu. Saçlarına toxunduğu üçün, taciz olunduğu üçün iriyənir, qurtulmaq istəyir. Həm də onun gözündə gözəl görünmə fikrindən qurtulmaq istəyir. Yəni atasının gözündə atası onu niyə taciz eləyir? Onun gözünə gözəl görünmədiyi üçün. Yəni bir növ tacizdən qurtulmaq üçün artıq atası onu taciz eləməsində saçlarını kəsir, nuvalnikin içinə atır. Bu səhnə çox önəmlidir. Çünki daha sonra eyni vannada bu qızı görürük ki, vannadan kimsə ona səslənir, yaxınlaşanda həmən kəsib atdığı saçların onu üzünə hücum elədiyini, boğduğunu görürük. Yenə də deyirəm, bu onun taciz edilmə qorxusudur. Bu da yəni bu formada çox uğurlu işlənmişdi deyə düşünürəm və ən təsirləyici səhnəsi idi. Qızın bir anda bütün otağı, vanna otağı daha doğrusu qana bulanır. Bu da onun bastırılmış qorxularını, necə ki Edgar Poe'nun Qara pişiyində pişiyi bastırırdı, yəni və divara bastırırdı, daha doğrusu cəhsədi. Orada günahkarlıq hissi idi, bastırmaq istəyirdi o şeylərini. Burada da yəni o öz travmasını şüur altı dediyimiz, yəni gizlətməyə çalışır, boğmağa çalışır, amma daha sonradan daha kobud formada o qorxular onu ələ keçirir. Yəni daha şiddətli şəkildə. Burada da anlamaq istədiyimiz, qorxularımızla üzləşmədikdə
daha qorxunc formaya çevrilə bilir və bizi məhv eləyə bilir. Hansı ki, vanna otağı artıq qana bulanıbdır və atası da gələndə o vanna otağında heç nə görmür. Biz izləyici olaraq da onun gözündən görürük. Vanna otağı qana bulanıbdır, amma atası görmür. Burada düşünürəm ki, hansı ki, qonşum Totoro'da var idi. Hayao Miyazaki'nin Totoro'nu, yəni uşaqlar görürdü, böyüklər görmürdü. Düşünürəm ki, tamamilə eyni mövzudur. Çünki digər uşaqlar da çağıranda dostlarına, onlar da görürlər otağı, hətta tam təmizləyirdilər vanna otağını, amma böyüklər görmür, yəni atası görmür. Burada düşünürəm ki, fərq böyüklərin artıq bizim, daha doğrusu bizim deyil, uşaqların qorxularını, onların travmalarını anlaya bilməməsidir. Məsələn, belə deyim, uşaqlar bizi hər hansısa ən absurd qorxularını belə deyəndə ki, bu qorxular maraqlısı odur ki, hamımızda da olub bənzər qorxular. Tutalım, qaranlıqda otaqdan otağa keçə bilmirdik və yaxud da ki, yatanda kravatın altında nəyisə olduğunu düşünürdük. Bu tip qorxular. Və böyüklər, yəni bu qorxuları aşdıqları üçün empatiya qura bilmirlər və sənin qorxuların onlara qeyri-ciddi gəlir, sənin ağrıların, problemlərin, məsəl üçün eyni şəkildə deyə bilərəm ki, uşaqların hamımıza bu yansıdılıbdır. Tutalım, deyirlər ki, sənin bir dənə eləməli olduğun şey dərs oxumaqdır da, nə var ki burada? Biz elə bilirlər ki, böyüklərin qayğıları daha böyükdür. Çünki onlar öz tərəflərindən algılayırlar. Yenə deyirəm, əslində bu mövzu mənə çox qəribə gəlir. Çünki özümüz hamımız uşaq olmuşuq və o hissləri keçirmişik. Məktəbdə orada görürük ki, yəni bullying mövzusu mənə filmlərdə işlənməsi, romanlarda işlənməsi çox xoşuma gəlir. Çünki uşaqların bir bütləşdirilməsi mövzusunun çox əleyhinəyəm. Yəni uşaqlar hamısı safdılar, gözəldilər, şirindilər deyə bir şey yoxdur. Məktəblərdə çox qorxunc şəkildə bullyinglər edilir, hər mənada, sözün hər mənasında. Və bu filmdə də bu səhnələr görürdük. İstər o kök uşağı, istər qızın özünə edilən bullyinglər. Və böyüklər o dərdləri, uşaqların problemlərini, uşaqların qorxularını anlaya bilmirlər deyə, o qorxulardan artıq qurtulmuş olurlar deyə onları anlaya bilmir. Ona görə qızın atası o vanna otağındakı qanı görmürdü, onun qorxularını, nə həddə dəhşətli qorxularını görmürdü. Amma onun əksinə dostları, uşaqlar bu görürdülər və hətta oranı da təmizləməyə çalışırdılar. Biri yeri silirdi, biri güzgünü silirdi. Və daha sonra bu filmdə bütün bu qorxuların bir metafor olaraq algılandığı ev səhnəsi var. Çox böyük, xarabalığı xatırladan qara və ürpərtici, yəni gotik tərzində bir evdir, yəni hə. Bu evdə bildiyimiz, yəni yenə də deyirəm, o uşaqların qorxuları da hansı ki, oradan keçəndə qorxurdular, qaçırdılar. Məsələn, o cüzzam olma qorxusu olan uşaq var idi, hansı ki, anası onu o qədər qorxutmuşdu ki, infeksiyalardan xəstə olmaqdan. Məsələn, o evin qarşısına keçəndə klon ona cüzzamlı xəstə gözündə görünürdü, onun arxasında düşürdü. Bu da onun xəstəlikdən qorxması üçün çox möhtəşəm bir metafor idi. Yəni, bu evdən normalda qaçırdılar, üzləşə bilmirdilər. Dostluqlarının gücü sayəsində isə, yəni bu filmdə əsas mövzulardan biri də dostluqdur, bərabərlikdən doğan güc, belə deyim. Daha sonra isə o evə girməyə qərarlaşdırırlar. Bu evdə, yenə də deyirəm, onların qorxusunun böyük olmasını və yaxud da ki, təsviri, qorxularını təsvir edir. Burada gotik kilsələr, hansı ki, gotik ədəbiyyatda və ya vampir ədəbiyyatında da var bu gotik memarlığın üstünlüyü. Gotik memarlığın, məsəl üçün, yenə də deyirəm, tikilməsində əsas məqsəd tanrıların böyüklüyünü, ucalığını göstərməkdir. Yəni, hündür binalar, çox iri tanrı içərisində də, yəni müxtəlif tanrı təsvirləri, yəni sırf dini tanrının qorxunc və yaxud da ki, cəzalandıran, yəni bir növ əslində bu gotik memarlığa da gedəndə görürük ki, dinlər, tanrı anlayışı insanların qorxusudur. Əslində, yenə də deyirəm, bu gotik memarlığın özü də dini qorxudan, Allah qorxusundan yaranmış bir memarlıq üslubudur deyə bilərəm. Yəni, Allahın böyüklüyünü, qüdrətini göstərmək üçün onun içinə gedirsən, dua edirsən və s. Burada da eynən, yəni o ev qorxu deməkdir. Ev qorxunun simvoludur və uşaqlar onun içinə girəndən sonra artıq qorxuları ilə qaçmırlar, üzləşməyə çalışırlar, bir-birlərini yarı yolda qoymurlar və burada Billin qardaşını gördüyü səhnəni görürük. Hansı ki, yenə də deyirəm, o onun günahkarlıq
hissi eləyirdi və yaxud da ki, sevdiklərini itirməkdən qorxurdu. Qardaşı ilə burada üzləşir, çünki o klon çox manipulativdir, hər formaya girə bilir. Yenə də deyirəm, uşaqların qorxularının formasını ala bilir və onların gözünə dalırsa elə görünür. Və Bill orada qardaşı ilə danışanda anlayır ki, o qardaşı deyil, o onun qorxusudur. Burada qorxusunu aşır, üzləşir, o klonu məhv eləməyə çalışırlar. Bu filmdə yəni birlikdə mübarizə aparırlar və bu uşaqlıq dönəmindən yeniyetməlik dönəminə keçən o dönəmdəki uşaqların yaşadıkları qorxuları, o qorxularla necə üzləşdiyindən bəhs edən çox möhtəşəm bir filmdir. Hansı ki, bu klon dediyimiz də 27 ildən bir yenidən təkrarlanır. Yəni hər 27 ildən bir. Bu əslində qorxu filmlərində Stephen Kingin də Qurd Adam mifologiyasında da bu var. Hər ilin bir günü dolunayda kimsə tutalım bir insan qurda dönüşür və yaxud da ki, məsələn, quşlar Hitchcock'un da çəkdiyi Daphne du Maurier'in olduğu gotik roman idi. O quşların hücumu, onun özü də ildə bir dəfə müəyyən tarixlərdə təkrar olunan hadisələr idi. Yəni burada da bu 27 ildən bir təkrarlanır bu hadisə və biz anlayırıq ki, artıq bu mövzunu aşırlar və orada bir-birlərinin filmin sonunda söz verirlər ki, bir də bu tip yəni qorxular gözümüzə görünsə, yəni bu klonu yenidən qayıtsa, biz söz veririk ki, qan sözü uşaqlıqda, yəni demək olar ki, hamımızın elədiyi şeylərdir. Biz yenidən bir-birimizlə əlaqə saxlayacağıq və film belə bitir. Çünki bu filmin çox böyük marağa səbəb olduğu üçün ikinci hissəsi də çəkilir. İkinci hissəsində əlavə danışacağım, mənim telefonum niyə düşür. Yəni bu film düşünürəm ki, Stephen Kingin onsuz da adam qorxu janrının kingidir. Bu da onun ən Stephen King deyəndə ağlımıza gələn filmlərindən birisidir. Ümid edirəm ki, mən nə vaxtsa doğru video çəkməyi öyrənəcəm. Çünki bütün fikrim kameraya düz baxmaqda və onun düşməsini hər dəfə ştativdən aşağı düşür. Bu qədər, yəni bu filmlə bağlı düşünürəm ki, Stephen Kingdə də sevdiyim budur ki, Edgar Allan Poe'nun elədiyi üslubdur. Yəni əslində bizi qorxudan şeylər öz şüuraltımızdır, öz nə bilim beynimizdə yaratdığımız fantaziyalardır, xəstəlik qorxusudur, travma qorxusudur. Yəni əslində insanın daxilindəki o qorxuları belə deyim, təsvirlə canlandırır. Oradakı klon da sən demə bizim qorxularımızın təsviridir. Yəni tamamilə bir fantaziyaymış. İkinci hissəni də çəkəcəm bu filmin. Maraqlı olanlar mütləq izləsinlər. Mənə görə qorxu filmlərinin ilk 10-cu sıradadır bu film. Yəni o qədər dəyərli bir filmdir.